Hər kəsə salam. Mən Dərs Evi Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Ləman Qasımlı. Bugün sizlərlə birlikdə 2025-ci ilin mart ayında buraxılış imtahanına düşmüş bir sualın izahına baxacağıq. Əvvəlcə gələn suala nəzər yetirək. Sualda bizdən istəyir ki, hansı cümlələrdə mübtəda vəzifəsində olan bu əvəzliklərindən sonra vergül düzgün qoyulmayıb? Bu sualı yerinə yetirmək üçün əvvəlcə qısa bir qaydanı nəzərdən keçirməliyik. Qayda belədir ki, bu əvəzlikləri mübtəda vəzifəsində olduqda nə vaxt onlardan sonra vergül qoyulmaz? Birincisi, əvəzlik gələrsə, 2. Feil gələrsə, burada feili sifət istisnadır. Üçüncüsü isə köməkçi nitq hissələrindən qoşma, bağlayıcı ədat gələrsə, bu əvəzliklərindən sonra vergül qoyulmaz. Bu öyrəndiyimiz qısa qaydanı suala tətbiq eləyib cavabı tapacağıq. Birinci cümlədə bu anamdan qalan yeganə nişanədir. Əvəzlikdən sonra isim gəlib, deməli düzgün qoyulub. Variantı çıxıram. İkinci cümlədə bu hər kəsin marağını ifadə edir. Hər kəsin əvəzlik gəlib. Əvəzlik gəldiyi təqdirdə vergül qoymamalıydım. Deməli seçməliyəm variantı, çünki vergül səhvən qoyulub. Üçüncü cümlədə demə bu dostumdur, o düşmənimdir. İsim gəlib, heç bir problem yoxdur. Yəni düzgün qoyulub. Bu variantı da çıxmalıyam. Dördüncü cümlədə bu göyərçinlərin xatirələrimizi oyadan səsidir. Özündən sonra isim gəlib. Yəni də bu cümləni də çıxmalıyam. Beşinci cümlədə o ağıllı adamlarla dostluq edir. O əvəzliyindən sonra sifət gəlib, bir problem yoxdur. Yəni də düzgün qoyulub, çıxmalıyam. Altıncı cümlədə o heç yaşıl meşəni belə təsəvvür etmirdi. Əvəzlikdən sonra gəlib köməkçi nitq hissəsi ədat. Deməli vergül qoyulmamalı idi. Ona görə də mən 2 və 6-cı cümlələri seçirəm ki, birində əvəzlik gəlib qoyulmamalı idi, digərində isə köməkçi nitq hissəsi gəlib qoyulmamalı idi. Cavabım olur 2, 6, yəni Y variantı. Əgər sən də belə qısa izahlarla imtahanlara hazırlaşmaq istəyirsənsə, dərs evinə gəl və tələbə ol.